Dinin də əslində bizə öyrətdiyi birinci növbədə elmi bir şəkildə yanaşmadır. İstiqamətli bir yanaşmadır. Məntiqli yanaşmadır. Dinimiz bizə həqiqətən istiqaməti öyrədir. Baxın, dünyada ilk universitet müsəlmanlar açıb. Universitet sistemini müsəlmanlar açıb. Ora deməklə deyil. Yəni bizə İslam aləminə prinsiyana tutmaqla deyil ki, yəni indi bu gün İslam aləmi zillət altındadır. Niyə? Çünki həqiqi elmi, dini, imanı, mərifəti, ədəbi, həyanı, əxlaqı qoyub qırağa, üzr istifadə gic-gic işlərlə, ondan sonra bir qismi təriqət adı altında hop bir işlərlə məşğul, göz zikir çəkir, onun bunun başını qatır. Bir qismləri üzr istəyirəm, yəni müəyyən bir kütləni sadəcə idarə eləməyə çalışır. Saf din qalıb qıraqda, ona görə də insanlar da baxır, qorxuya düşür. Xof yaranır insanların qəlbində ki, ayda, bu nədir? Valideynlərin də əslində bir cəhətdə haqlı etirazları buradan başlayır evladlarına qarşı. Evladım gedər birdən qoşular, əldən gedər. Amma bu dönüşdə də baxmaq lazımdır ki, ay əzizim, ay gözəl insan, artıq dünya elə bir vəziyyətə gəlir ki, sən bəli evladını qorumaq zorundasan, amma bu tərəfdən də səni çox belə eyib olmasın, bərbad bir vəziyyətdə narkomaniya tayfası gözləyir. Bu tərəfdə də qızıvı pozan o pozğunlar tayfası gözləyir. Bu tərəfdə də evladlarını məhv edən bir cani bir tayfa gözləyir. Yəni orta yolu tuta bilmirsən artıq. Yəni orta yol tutmağı istəsən belə tuta bilmirsən. Deyirsən ki, mən ədəbli, mərifətli, həyalı qalım, Allahdan uzaq qalım. Yoxdur elə bir şey. Ortası yoxdur. Yox, həqiqətən Allaha dayalı, sadə, gözəl, müsəlman kimi yaşayıb istiqamətli bir insan olacaqsan, ya da yəni Allah qorusun o tərəfə doğru meyləyib gedəsən. Orta bir yolu gözləyə bilərsən. Orta bir yol qala bilərsən. Amma necə olacaq o şey? O orta yol dediyin sən özü də aparacaq şeytanın həmin bu planına.